Sələmə İbn Dinar rahimehullah deyir ki, kullu ni'metin la tuqarribuka min Allah fəhiyyə bəliyyə. Səndə olub, səni Allaha yaxınlaşdırmayan hər bir neymət əslində neymət deyil, o bəladır. Həqiqətən də belədir. O neymət ki, o mini ki, o ev ki, o evlad ki, o əlimizdə olan cihazlar, cibimizdə olan maddiyyat və bütün neymətlər əgər bizi Allaha yaxınlaşdırmırsa, dünyada da və axirətdə də əleyhimizə bəla olacaq. Ona görə hər bir insan Allahın neymətlərinə görə Allaha şükr eləməlidir və Allahın neyməti olaraq öz üzərində görməlidir. Nə öz zəkasından, nə atasından, babasından bilməməlidir. Ola bilər hissi olaraq, bəli, atadan, babadan qalır. Lakin atanı da, babanı da, əcdadları da yaradan, onlara doğrusunu verən, aləmlərin Rəbbi olan